Salam dostlar, yeni blogdan hər kəsə salamlar. Mən çıxmışam, gedirəm diş həkiminə. İlk dəfədir burada diş həkiminə gedəcəm. Türk bir dənə diş həkimi tapmışam. Deyirəm, yaxşı olar, saat indi 2-nin yarısıdır. 2-10 dəqiqə qalmış orada olmalıyam. Sonra isə Azərbaycanlı bir tanışım var, onunla görüşəcəm. Onu da çəkərəm sizin üçün. Tanışlığımız barədə istəyirsə gəlsəm məlumat verim. Əslində özümə nə tapıbdı? Mən bilmirdim ki, o Almaniyadadır. Biz illər əvvəl tanışıydıq necə? Onu Bayer kimi çalışırdı, kosmetikalar falan gətirirdi xaricdən. Mən də bir neçə dəfə ondan kosmetika almışam. Necə məni yadında saxlayıb, keçən mənə yazmışdı ki, gördüm sən də Almaniyaya köçmüsən. O əvvəl başqa bir şəhərdə idi. Bu yaxınlarda Berlinə köçüb. Ondan sonra bir neçə dəfə görüşmüşük. İndi yenə Aynurla görüşəcəyik. Onu da çəkərəm sizin üçün. Bugün hava çox qəşəngdir, günəşlidir. Ümumiyyətlə bir neçə gündür hava günəşlidir. Yazın gəldiyini belə adam hiss eləyir. Belə, indi gedirik diş həkiminə. Hava günəşlidir, amma aşağıda var. Soyuqdur. 1 dərəcədə temperatur. Hiss edilən. Bu açıq iynə də telefon ucumu tanımır. Gəlin sizə göstərim. Hiss edilən isə -5'dir, görürsünüz. Əllərim biraz donur. Amma qəşəng günəşlidir. Əsas o da günəş olsun. Günəş olanda adam belə özünü yaxşı hiss eləyir. Çatıram az qalıbdı. Piyada 14 dəqiqə idi evimizdən. Buradan dönəcəm sağ tərəfə deyəsən. Dostlar, mən həkimdən çıxdım. Çox yaxşı keçdi, çox bəyəndim həkimi. Çox belə mədəni, səmimi, belə də necə deyim, səbirli, çox yaxşı idi. Sadəcə ağzım biraz keyib, hətta burnumun ucuna qədər bu hissəm keyib. Dedi 2 saat ərzində heç nə yeyib içməm. Mən də kafeyə qızla görüşməyə gedirəm. Problem deyil, gəzərik filan. Dedim özünə də. Keçici müvəqqəti dolğu elədi. Dedi 6 aya qədər vaxtı var. Yoxlamaq istəyirik ki, kanalda problem var, yoxsa yox. Bəyəndim, gözlədiyimdən daha yaxşı keçdi. Belə, sizə də update vermək istədim. İndi gedirəm U-Bahna. One eternity later. Biz gəldik, görüşdük Aynurla. İndi gedirik kafe shop'a. 2 saat keçdi. Həkim demişdi 2 saat heç nə yeyib içmə. İndi gedirik nəsə içməyə. Oradan da sizin üçün çəkərəm nələrsə. Baxın, burada belə şar var. Görürsünüz. Berlində müharibədən sonra demək olar burada heç nə qalmıyor. Hər yer dağılıb, YouTube'da videolar var. Ona görə burada tarixi bina falan yoxdur. Hamısı sonradan yaradılıb. Yəni səbəb odur. Penstower bölgədə getmişəm bəlkə. Nə var orada Şey, səndə? Mitte'dən yuxarı Fransada Rebeki idarə etməsində olub bax. Orada keçən binalar var. Bir də Bakıya gedirlər. Olar. Aynur Bakıya qayıdır. Təzə gəlmişdi. Bakıya qayıdır. Heç nə. 2 dənə tanışım vardı, biri də qayıdır. Görək başqa kimdən tanış oluram burada. Burada çoxlu türklər var əslində. Prosta bizim özə rayonda da çoxdur da. Burada heç birini tanımıram. Gərək bir dəfə necəsə kursa falan getsəm bəlkə daha çox tanış olmaq asan olar. Connectionlar qurmalıyam. Neysə biz gedək kafeyə. Ucum mən istəyirəm ki, mənim ağzıma soyuq olur. Hava soyuqdur. Gedək, isti bir şey içək. Ne qəşəng şokoladdır. Bu şokoladdır. Təsəvvür edin nə boyda. Ha, 14 lira.
Nədir o? Aa, şokolad. Uşaqlara baxın. Şokoladdan Brandenburg qalası düzəldiblər. Oyda. Çox qəşəngdir. Dəhşət. Sonra bunları editləyib birləşdirirsən, Hə. kötü da çəkirsən. Yo, editləyirəm. Aynur mənə şokolad cənnətinə gətirib. Heç belə yer olduğunu bilmirdim. Çox qəşəngdir. Nə ola bilərsən? Git, hə. Oyda bunlar hamısı şokoladdır, baxın. Nə gözəldir. Oyda nə maraqlı. Çox maraqlı. Berlinə gəlsəz gələ bilərsiniz. Adını qeyd eləyəcəm. Adı, baxın budur. Rau. İçəri doluymuş. Növbə ilə buraxırlar. Biz də oturacaq növbəni gözləməyə. Gözləyək. Sonra keçəcək içəri. Qəşəng yerdir. Yəqin ki, çox dadlıdır deyə düşünürəm. Yeni sifarişlərimiz gəldi. Aynur isti şokolad sifariş eləyib. Səsim bilmirəm, eşidilir yoxsa mikrofonu da çıxarma. Mən də kofe ilə şinya sifariş elədim. Ümid edirəm dadlı olar. Dadlı görsəniz. Mən də həmişə kefir içəndə dodağımın üstündə belə şey qalır. Dodağım tam açılmıyor. Şokolad, nə dadı bəs? İçində var, amma qarışıq olsun. Yəqin biz həmişə isti şokolad yemişik dedən gittim. Şokolad ola bilər. Fərqli dadı var. Şokoladdır bəlkə. O da yazmamışdı ağ şokolad. Yəni mən seçdiyimdə Bu da bildiğimiz tiramisu kimi değil. Böyle bir daha çok şey okşuyor. Bu da. Saçımın uçları biraz açıldı bana elə. içində pəkmən. Ben açtım da sen görməmişsən bence. Hələ biraz daha açılır ama yani tam o değil de. Bunun arasında fark var. Özün eləmişsən, şey düzgün. Renk olmuş. Kadın orada tutulmaz. Bana bakmamışım. Buna baxın, zoologiyadakı kilsəni də şokoladdan düzəldiblər. Bunu da bayaq çəkmişdim, Brandenburg divarları. Çox gözəldir. Aa, bu da var ya, bu Reichstag'dır yo. Bu məncə Reichstag'dır. Yazılır. Bunu da düzəldiblər. Möhtəşəm. Ümumi olaraq dadları belə bu deyildi, açığı. Pis değildi amma yəni belə ölüb bitmədi. Hot chocolate da çox bəyənmədi Aynur. Kofesi də belə də. Yəni biraz turistik yerdir. Gələcəksinizsə onu nəzərə alıb gəlin, amma şokoladları filan məşhurdur deyəsən. Bundan gəlib şokolad ala bilərsiniz. Baxın, bunu da düzəldiblər. Sonra belə hədiyyəli şokoladlar da var. Bir de burada en qədər şokoladları var. Aa, bunlar da geçəngdir ya. Bu yəsən malinalıdır, hə? Few moments later. Aynurla sağollaşdıq. Evə gedirəm. Bayaqki kafenin adı Roş oxunurdu. Turist kimi gəlsəz gələ bilərsiniz. Maraqlı yerdir, amma yəni gözləntinizi çox da belə yüksəltməyin. Wow olmayacaqsınız dad olaraq. Bəlkə də bizim seçdiklərimiz elə değildi, bilmirəm, amma
ümumi maraqlı yerdir. Gəlməyə dəyər. Belə, bugünlük yəqin ki bu qədər. Vlog hələ də davam edir. Yəni ki, sabah çəkərəm davamını. Hələlik. Tomorrow. Salam dostlar. Bugün əslində məşq günümdür. İndi məşqə gedəcəm. Ona görə uniformalarımı geyinmişəm. Saçımı da səhər yağlamışam. Ona görə yığmışam. Getməmişdən qabaq bağlamalarım gəldi. İstəyirəm onları birlikdə açaq, sizə də göstərim. Bilmirəm siz düz yerə qoymuşam yoxsa yox. Baxacağam, ola bilsin aşağı düşürdüm. Çox yuxarıdandır sanki, əmin deyiləm. Nəysə, demək olar bütün bağlamalarım gəlib. Bir bağlamamı qonşuya verib deyəcək, evdə olduğum halda, niyə bilmirəm. Gəlin başlayaq. 4 dənə bağlamam var hal-hazırda. Əslində fikirləşdim ki, bağlamalar səs eləyə bilər. Ona görə mikrofonu qoşmuşam ki, bunun səsi çox getməsin. Birinci bağlamamız Zara'dır. Zara'dan 4 ədəd məhsul sifariş eləmişdim. Gəlin göstərim sizə də. Birincisi belə bir bluz. Bunun qiyməti çox endirimə düşmüşdü. 3 evro idi, nə idi belə bir şey. Rəngini yaydan bəyənmişdim. Təsadüfən gördüm. Sonra belə bir bluz. Altı belə asimetrikdir, görürsünüzsə. Görsənir altı. Belə bir şeydir. Geyinib baxacağam. Materialı belə çox da wow material deyil, amma pambıq fason bir materialı var. Ağzı burnu əyilən material oxşur açığı. Əmin olmadım. Sonra belə bir ətək sifariş eləmişəm. Bu belə çox xoşuma gəldi. Burasından belə sallanmalı nə isə var. Qəhvəyi rəngdə. Çox maraqlı görsəndi. Əslində yaxşı ki sifariş eləmişəm. Gəlin siz aşağı qoyun məncə. Bəlkə belə daha yaxşı görərsiniz. Baxın, buradan da eyni görsənir əslində. Aşağı eləsəm görəcəksiniz. Görürsünüz necədir. Buradan belə sallanan bağlaması var. Sonra biraz belə deyim, transparan fasonda, amma üst hissəsi 2 qatdır. Belə bir şey. Geyinib baxacağam buna da. Və bu sifariş etməyimin səbəbi əslində bu şalvar idi. Bunun gözəlliyi məni məndən aldı. Ümumiyyətlə belə üstü ətək formasında olan bir şey çoxdan da istəyirdim. İlk dəfə Yaponiyada olanda görmüşdüm H&M-də. Sadəcə bəxtəsiz çox bahaydı. Ona görə almadım. Amma ürəyimdə qalmışdı o vaxtdan. Bunun da qiyməti səhv eləmirəmsə 12 evroya falan düşmüşdü. Görürsünüz necədir materialı. İşıq buradan düzgün qərar idi mi qoymaq. Bəlkə belə qoyum. Baxın necədir. Üstü də belə ətək və 34 razmeri var idi. Ona görə də sifariş elədim. Təbii ki, hamısını geyinib baxmalıyam. Sadəcə səhərdən evləri yığışdırıram. Yuxudan durandan non-stop. Ondan sonra da bağlamalarım gəldi. Düşündüm ki, məşqə getməmiş bunları göstərim. Amma təbii ki, hamısını geyinib baxmalıyam. Sadəcə indi geyinmək istəmədim. Geyinib baxıb qeyd eləyəcəm. Yəni ki, bu videonu paylaşanda hansı yaxşı oldu, hansını geri qaytardım. Əgər qaytardımsa. Növbəti bağlamamız Stradivarius'dur. Stradivarius'dan əslində aksesuar sifariş eləmişəm. Çünki çox qəşəng aksesuarlar var idi və çox endirimə düşmüşdü. Düşündüm ki, məsələn, belə bir boyun bağı görürsünüz. Normalda öz qiymətləri çox absurd baha olur. Yəni belə bir şeyə 20-30 evro vermək mənasızdır məncə. 3 evroya düşmüşdü. Və daha sonra belə bir rimel sifariş eləmişəm. Bunun məndə qəhvəyisi var idi. Bu da səhv eləmirəmsə 6 evroya düşmüşdü. Burada qiymətləri yazılmır. Öz qiyməti məsələn 18 evro olub. İndi endirimdən 6 evroya düşmüşdü. Bu bildiyiniz də necədir, belə bohemian olur. Mən bunun qarasını da aldım. Çünki mən çox istifadə eləyirəm. Siz məni görmürsünüz deyəsən, mən məhsullar göstərirəm. Nəysə, əsas məhsulları görün. Çünki mən çox istifadə eləyirəm və düşündüm ki, bunu məsələn qara paltarın üzərinə, mini paltarın üzərinə və yaxud plisrovka məndə ətək var. Onun üzərinə uzun çəkmələrlə filan geyinməyə çox gözəl olar. Ona görə bunu sifariş elədim və çox qəşəng endirimə düşmüşdü. Nəysə. Növbəti sifarişimiz baxım məhsullarıdır. Baxın, demək olar. Baxım və kosmetik məhsullar. Əslində yadınızda demişdim ki, YSL-in ənliyini istəyirəm. Ondan başqa hər şey sifariş elədim. Əmin olmadım rəngindən düzü. Bilmədim hansı rəngini sifariş eləyim. 44 eləyim, yoxsa 12 idi səhv eləmirəmsə. Onu eləyim. Nəysə, mən də onu eləmədim. Baxın, bağlama belə gəlib. Düşməsin. Bunlar nədir bilmirəm. Bu nədir? Hermes'dən mənə belə bir tester qoyublar. Foxluyur. İşıq çoxdur deyəsən. Hermes'dən belə bir tester qoyublar və bu da bağlamalarım. Baxaram. Olaplex'in bu
şampununu aldım. Deyəsən işıq çoxdur, fokuslamır. Nəysə, bunu mən onsuz da bəyənirdim. Bəyənərək istifadə edirdim. Daha sonra Casarex'in bu kremini aldım. Bunu da illərdir istifadə edirəm. Düşündüm ki, Magic Cube-la istifadə etməyə də yaxşıdır. Məndəki artıq bitib. Boşdur məsələn bu görürsünüzsə. Bunu keçən il yox, hətta 24-ün noyabrı falan sifariş eləmişdim təzə köçəndə. Onu Yes'dən da sifariş eləmişdim. Bunu buradan sifariş eləmişəm. Və belə bir çen sifariş eləmişəm MAC-dən. Bunu Douglas'a bəyənmişdim. Bunu deyirəm ki, düz rəngini seçmişəm. Çünki nə qədər Douglas'da altına baxdım, görsənmirdi yazısı falan. Mən də şəklini çəkdim, ChatGPT-dən soruşdum. Özüm internetdə araşdırdım filan. Bu da çox işıq düşür. Düzləşməm, düz. Ümid edirəm. Bir dənə işıqda baxım. Odur. Bəli, dostlar, düz rəngini sifariş eləmişəm. Buradan əslində çox da görsənmir işığa görə. Necə eləyim işığı? Bardov rəngdə əslində, amma içində çox qəşəng parıltılar var. Məndə bir dənə başqa belə stik Catrice'dən aldığım, baxın, belə bir şey var. Əslində bunun rəngi də, buradan bilmirəm necə görsənir. Buradan deyəsən belə bronz rəngdə görsənir, amma bronz deyil. Daha çox qızıllı fason tonlar, qızıl da yox, izah eləyə bilmədim. Çəhrayı bordo tonlarda belə bir şeydir. Burada muhkəmə baxılır. Ki bu nə danışır? Çox qəşəngdir sabit. Bu da əslində çox gözəldir. Baxın, əlimə çəkdim. Çox gözəl sabitləndi. Çox gözəl. Bunu mən 4 euroya falan almışam. Nəysə, belə. Bunu əslində 16 avroya endirmə düşmüşdüm. Mən qərar verib alana qədər 21 avroya qalxdı. Douglas'da da 26 avroydu. Bunu 20 avroya almışam. Əslində Olaplex-ə görə çox yaxşı idi indirimi. Bunu isə 17 avroya almışam. Belə. Bir də sahtə nəsə öz indirimi var idi. 10% idi ya 5% idi, nəsə belə bir şey indirim var idi. Nəysə, demək olar bağlamalarımız bitdi. Və sonuncu bağlamamız budur. Mən özümə uzun çəkmə almışam. Amma əmin deyiləm ki, bu çəkməni saxlayacağam yoxsa yox. Çünki şəkildə əmin ola bilmədim. Bilmirəm. Dedim qoy sifariş eləyim. Baxaram. Baxın, belə bir çəkmədir. Görsənir. Əslində qəşəng düzsədiyim. Və qırağından zamoku var. Adətən belə çəkmələrdə qıraqdan zamok olmur deyə geyinmək falan biraz çətin olur. Amma bu qəşəngdir. Mən bunu geyinib baxacağam. Bir dəqiqə. Bəli, bundan sonrasında təəssüf ki, çəkməmişəm. Çəkdiyimi düşünsəm də, daha sonra edit edərkən kadrları tapmadım. Çox güman ki, play düyməsinə basmamışam. Nəysə, gələn dəfə bu çəkməmi geyinəndə sizin üçün video çəkəcəm. Buradan da bunun sözünü verim. The next day. Salam dostlar, bugün 6-cı gündür. Hazırlaşmışam. Birazdan Səmra ilə görüşəcəm. Azərbaycanlı dostumuz. Və gedəcək biz kafe shopa. Hava inanılmaz soyuqdur. -5 dərəcədir. Çöldə gəziləcək hava deyil yəni. Ona görə düşündük ki, görüşək hardasa oturaq, nəsə kofe falan içək. Arxada çantam var. Mən də geyinmişəm. Əslində bunun üzərinə jaket geyinəcəm. Bu mənim üzümü davamlı izləyir. Bir dəqiqə. Belə bir şalvar almışdım özümə. Əslində bu barel, yəni ayaqları biraz barel formasındadır. Onu geyinmişəm. Bir də çox qalın bir jaketim var. Bu Zara'dan aldığım, hatırlayırsınızsa göy rəngdə. İndi onu göstərəcəm. Onu geyinəcəm və yəqin ki, ayağıma o geyinərəm. Çox soyuqdur. Ona görə üşümək istəmirəm. Dünən çox üşümüşdüm. Belə, birazdan çıxacağım. Sizin üçün də görüntülər çəkərəm oradan. Ümumi lookumu da sizə göstərərəm. Dediyim jaket budur. İşıq ən gözəl buradadır deyə. Ona görə demək olar həmişə buradan çəkirəm. Çünki arxası pəncərədir. Digər yerlərdə işıq elə də yaxşı deyil. Görürsünüz bunu. Çəkmişdim. Səhv eləmirəmsə alanda. Belə cibləri var. Kurtka kimidir. Amma həm də jaketdir. Çox istidir. Ona görə bugün bunu giyəcəm.
seconds later. Giyindim. Hazıram, bürünmüşəm. Ayağıma da uğuları giyinəcəm. Heç mən buludla necə qalar? Yerəyə baxım, görüm necə görsənir. Baxın, şalvarım belədir. Görsənir. Okeydir. Pis deyil. Yəqin ki, giyinəcəm bunlarını. Çünki çox istidir. Gəlin sizə lokumu göstərim. Bugün lokumuz biraz qaranlıq. Görürsünüz ki, məni. Sorry. Biraz qaldırmalıyam. Şimdi ayağım düşmür. Nə deyir? Başım. Belə. Səmra ilə görüşdük. İndi girib Razivalkaya bir şeye baxmağa. Şalvar bəyəndi. Burada çox qəşəng H&M tapmışıq. Belə butik fasonlu girdik ora baxmağa. Axırıncı endirimlərdir. Biraz səski idi. Səsim ona görə ola bilər, yaxşı eşidilmir. Qəşəngdir bura. Seconds later. Biz gəldik, çatdıq Coffee Shop-a. Çox adam var, çox səskiydi. Bir də səsim eşidilər. Səmra getdi sifariş eləməyə, çünki belə tək-tək gedək. İnsan çoxdur, biraz basa-basdı. Güclə yer tapdıq. Başqa bir yerə gedəcəkdik əslində. Ora saat 4-də bağlanırmış. Biz də bura gəldik. Səmra gəlsin. Devam edirəm vloqa. Bu arada Səmra Alman vətəndaşlığı alıb. Artıq Alman vətəndaşıdır. Şəxsi vəsiqəsini alıb, pasportu da bu yaxınlarda alacaq. Həm də onu yuyuruq bir növ. Dedim sağ əlim bizim başımıza. Alman vətəndaşı olmaq üçün bu arada B1 səviyyədən imtahan vermək lazımdır və ən az 5 il Almaniyada yaşamaq lazımdır. Ona görə bizə hələ var. Biz hələ 5 il olmuyor. Hələ 2 ilimiz var. Belə, biraz səsküydü, yoxsa danışardım bu Almaniya məsələsindən. Kommentlərin birində yazmışdı bir izləyicim ki, bura necə gəlmişik, bu barədə məlumat verim. Bura biraz çox səsküydü, başqa vaxt o barədə danışarım. Alman vətəndaşımız Səmra, tanış olun. Təbrik edə bilərsiniz, artıq pasport alıbdır. Bəli. Artıq mən bir tam Alman. Ordubadlı, amma Alman vətəndaşı. Bəli, çox gözəl. Mən də işkimi gözləyirəm. Gəlsin, yerimizi dəyişdik. Orada basırıq idi, keçdik başqa yerə. Buranın işığı da yaxşı. Saçlarım da şəngildir. Belə. Baxın, nə qədər adam var. Gəldik Zaraya təsadüfən. Və hələ də endirimlər var. Özümüzə qəşəng şeylər aldıq. Səmra özünə alır. Mən də bir dənə platya tapdım. Baxın, bunu yəqin ki görmüş olarsınız. 10 avroya düşüb. 10 avroydu. Hə. Burada görmüş olarsınız. Çox məşhur. Baxın. Yes. İndi onları alıb çıxırıq. Növbə çoxdur, cəmaət gözləyir. 3 hours later. Mən gəldim evə. Sonra çıxdıq Salihlə də gedirik. Bir dənə Çin restoranı var burada. Bir dəfə getmişdik, çox bəyənmişdik. Çəkməmişəm. Dedim bu dəfə sizin üçün çəkim. Çox maraqlıdır. Nudulları belə enli xəngəl formasındadır. Bizə xəngəli xatırladır. Əti falan da bizim belə demə ətə oxşuyur dad olaraq. Ona görə yenə getməyə qərarına gəldik. Gedib çataq çəkərəm sizin üçün də. Adını qeyd eləyərəm. Berlinə gəlsəz gedib yoxlaya bilərsiniz. Bir neçə yerdə filialı var, səhv eləmirəmsə. Çatdırıq indi, evimizə yaxındır. Haradasa 10 dəqiqəlik məsafədədir belə. Baxın, buradır.
Adı budur, görsəniz. Neysə yazaram adını. Hə, buradan görsənir deyəsən. İşıq çox düşür, görsəm, hə, indi görsəndi. Budur. Baxın, yemək budur, belə bir şey. Bu düyü pivəsidir. Burada da description'da yazılıb. Dadlıdır, yoxlaya bilərsiniz. Bu da salihdir. Baxın, belə bir şeydir. Çok tatlıydı. Çok bəyəndik, əlaydı. Bu qədər vloqumuz burada sona çatır. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.